bilmirəm. Sonra biri də çıxıb sadəcə olaraq adam tanır onda demək. Bildim ben sonunda gedir. Sadəcə olaraq Yo adını deyin də niyə ki? Mən deməyəcəm onun adını. yox, xanıma böyük hörmətimiz var, sözsüz. Amma mahnı niyə rənçinə çıxdı? Kəmalə Günəşli. Niyə o mahnını çıxartdı? Sadəcə kəlmələri düz demir. Əslində başqa cür danışır orada. Kəlmələr başqa. Kəlmə yəni ki, mahnı yəqin elə yazılıb da. Yox, orada məsələn hezalar düz görməyib studiyada. Onda səs rejissoru fikir verməyib ona. Bəzən olur da rejissor onu qəsd elətdirir. Görür ki, kəşfiyyətdədir xanım. Onları qəsd elətdirir ki, yenidən sosial şəbəkəni ələ alsın, amma nə bilim, o mahnı açığı mən də bəyənmədim. Yox, mən də bəyənmədim. Mənə də gəlir ki, ən azından biraz ayırdı da. Bəli, bəli, elədir. Siqnal da gördüm. Aha. Siqnal da verdi ki, olmaz. Yəni bu 18 plus deyil, 50 plus o mahnı. Vallahi. Olar. Nə bilim. Elə bir mahnının montajı sizin üzərinizdən versələr nə reaksiya verərsiniz? Mənim üzərimdən o mahnını mən oxumamışamsa necə verə bilərlər ki? Plagiat. Olur da. Yox, reaksiya deyərin ki, nə bilim, yox, elə bir şey eləmirəm. Prosta mən bəyənmədim də. Duram, məsələn, məclisdə oxuyam, ona vloqlar çəkəm. Yəni, o mahnıya vloq çəkə bilmərəm. Mənlik deyil. O mahnı blokluqdur o. Vallahi. O mahnı yaşlı. Məni təzdən dalaşdırma Kəmali ilə, dalaşdırma. Yox, Kəmalə xanımla nə işimiz var? Sadəcə olaraq mahnı döyür də öz aramızda. Düzdür.